Herkese selamlar. Bugün sizlerle müəssisədə kadrların yerləşməsini öyrənəcəyik. Biz əvvəlki dərsimizdə işçiləri qəbul etdik. İndi isə gəlin təsəvvür eləyək ki, onlar yaxşı işləyiblər və özlərini doğruldublar və biz onların vəzifəsini artırırıq. Bunun üçün nə etmək lazımdır? Yenidən burada gördüyümüz kimi kadrlara daxil oluruq və bu kadrlarda müəssisədə kadrların yerdəyişməsindən də istifadə edə bilərsiniz. Kadrlar uçot sənədlərindən də istifadə edə bilərsiniz. Gəlin elə müəssisədə kadrların yerdəyişməsindən istifadə edək və bunu açan kimi belə mini pəncərə görünür və bunu böyüdürük. Daha sonra əlavə etməni sıxırıq və əlavə etməni sıxdıqdan sonra belə bir pəncərə açılır və biz məlumatları daxil etməliyik. İndi biz misal üçün iki şəxs daxil etmişdik. Biri Vəli Əliyev idi, biri də Aynə idi. İndi gəlin təsəvvür eləyək ki, Aynə yaxşı işlədi və onun indi biz 2 aydan sonra vəzifəsini artırdıq. Onu qoyduq baş mühasib. Biz onu onların 28 işə qəbul etmişdik. İndi gəlin onu martda vəzifəsini artıraq. Bunun üçün nə edirik? İlk öncə tariximizi dəyişirik. Yazaq elə ayın 03-2025 və sonra əməkdaşımızı gəlib seçirik. Burada əməkdaş hissəsinə təşkilatı dəyişməyə ehtiyac yoxdur. Əməkdaş hissəsinə gəlib klikləyirik və burada görürük artıq 2 dənə bizim əməkdaşımız göründü. Biz indi Aynə ilə işləyirik deyə Aynanı klikləyirik və görürük ki, avtomatik olaraq Aynə düşdü. Və köçürmə tarixi də ki, eyni vaxtdan düşdü ki, yəni biz ayın martdan artıq onun vəzifəsini artırırıq. Şöbə də eynidir, vəzifə də eynidir. Biz indi məsəl üçün vəzifəsini dəyişəcəyik onun. Şöbəmiz olduğu kimi qalacaq, çünki şöbə üzrə dəyişmirik. Əgər şöbə üzrə dəyişirsinizsə, məsəl üçün ola bilər ki, bunu mühasibatlıqdan çıxardıb istehsal, indi onu biz ambarlarda göstərəcəm onu. Əgər o formada dəyişəcəksinizsə, onun zamanı burada dəyişmək lazımdır. Yox, indi bizdə mühasib üzrədir deyə onu dəyişmirik. Sadəcə o vəzifəsini dəyişirik. Burada vəzifəsi olan hissəyə klikləyirik. Və burada mühasib var, bir də var baş mühasib. Əgər görürük ki, burada yoxdursa bizim baş mühasibimiz, burada klikləyin, yazın baş mühasib və OK sıxın. Məsəl üçün burada öz şirkətinizin adını da yaza bilərsiniz. Flow, məsəl üçün LLC yazaq ki. İndi burada baş mühasib yazdıq, kliklədik və görürük ki, artıq vəzifəsi artdı. Sonra aşağı düşürük. Aşağı hissəsində də burada maaşı var. Görürük ki, bunu məsəl üçün bu dəyişməyə ehtiyac yoxdur. Sadəcə maaşını dəyişə bilərsiniz. Yəni 800 manat maaş alırdısa, indi gəlin bunu eləyək 1800 manat. Yəni artıq 2000-ə yaxın maaş alır. Sonra şərh bölməsində də yer dəyişmə məsəl üçün yaza bilərsiniz ki, məsəl üçün yer dəyişmə Aynə məsəl üçün yaza bilərik. Mühasiblər vəzifəsini yaza bilərsiniz və s. kimi. Bundan sonra artıq heç bir şey dəyişməyə ehtiyac yoxdur və OK sıxırsınız və bununla da artıq biz şirkətimizdə Aynanın vəzifəsini dəyişmək olduq. Yəni bunu yenidən bağlayırıq. Yer dəyişməmizdə düşdümü? Gördük ki, düşdü artıq və kimdir? Məsəl üçün Aynadır və artıq onun yer dəyişməsi oldu. Və günlük maaşı artıq 1800 manat maaş alır. Və indi gəlin artıq bir dənə də şəxsimizə də yer dəyişmə edək. Bunun üçün də nə edirik? Ambarlarımızın yerini dəyişək ki, orada müəssisələrin də yerini dəyişək. Və burada kadrlar uçotuna baxsaq, görürük ki, bir dənə şəxsimiz, məsəl üçün 2 dənə şəxsimiz işə qəbul olunub. Biri isə yer dəyişmə olub. Yəni Aynə artıq yerini dəyişib. Kim onun yerini dəyişib? Administrator, yəni biz tərəfindən dəyişilib. Və indi gəlin artıq bir dənə də ambarlarımızı yerini dəyişək. Bunun üçün klikləyirik. Yer dəyişməyə, kadr yer dəyişməsinə əlavə etməyi sıxırıq. Və yuxarıda tarixi məsəl üçün dəyişə bilərik ki, biz onu işə götürmüşdük fevraldan. Təsəvvür eləyək ki, 1 ay işlədi. Apreldə dəyişək onun yerini. Yazaq ki, məsəl üçün 04, 01, 2025-də artıq onun iş yerisini dəyişəcəyik. Və əməkdaşımız kimdir? Bunun əməkdaşımız olan hissəyə klikləyirik. Əliyevi seçirik.
2 dəfə klikləməklə özü avtomatik düşdü. Gördük ki, maaşı da düşdü, hər şey də. Və burada sonra gəlir şöbəsinin, satış şöbəsidir. Biz indi onun yerini dəyişirik. Bu səfər vəzifəsini yox, şöbələrini dəyişirik. Gəlin onu göndərək istehsal şöbəsinə. Onun üçün istehsal şöbəsinin üzərinə gəlib 2 dəfə klikləyirik, avtomatik olaraq düşür. Vəzifəsi olduğu kimi qalsın. Gəlin maaşını dəyişdirək. 800 verək. 800 manat maaşı verək. Yəni istehsala keçdiyinə görə maaşı da dəyişdi. Burada şərh bölməsinə də yaza bilərsiniz ki, misal üçün Əliyev Vəlinin yer dəyişimi. Bu şəkildə də yaza bilərsiniz və s. kimi. İndi biz sadəcə olaraq burada vəzifəsini yox, şöbəsini dəyişdik. Tarixi dəyişdik ki, nə vaxtda bu o tərəfə keçəcək, yəni başqa şöbəyə keçəcək. Və burada administratorumuz var ki, istəsəz bunu klikləyib başqa adamı da seçə bilərsiniz və yaxud da əlavə edə bilərsiniz ki, rəhbərlik yaza bilərsiniz ki, filan kəs o filan kəs. Gör rəhbərimiz müəyyən edib. Heç bir məlumatı daxil etməyə ehtiyac olmadığına görə OK sıxırıq və bununla da artıq biz ambardarımızın da şöbəsini dəyişdik. Deməli, aynanın vəzifəsini artırdıq. Ambardarın isə şöbəsini dəyişdik. Yəni satış şöbəsindən keçirdik istehsal şöbəsinə. Və indi bir də maaşını da artırdıq ki, da 500 almayacaq, 800 alacaq. İndi kadrlar uçotuna baxaq. Görürük ki, kadrlar uçotumuzda 4 əməliyyat aparılıb. İkisi işə qəbuldur və ikisi də yer dəyişmədir. Biri məsələn kadrların yer dəyişməsidir. Biri də Əliyev Vəliyevdəki şöbələr arasında yer dəyişmədir. Bu şəkildə artıq şöbələr arasında yer dəyişmə də etdik. İndi növbəti dərsdə artıq onlardan birini işdən azad edəcək və ya